Mən xərçəng xəstəliyini necə bildim ki, məndə baş verdi? Bu məqam hər birinizə lazımdır. Xahiş edirəm, bu video biraz uzun video olacaq, dinləyin və buradan bir ibrət çıxarın inşallah. Demək, uzun müddət idi ki, demək məndə elə bir gecələr yatanda səsimdə xırıltı gəlirdi. Elə bir yatırdım, səsimdə xırıltı gəlirdi. Çox güclü səs gəlirdi. Hə. Və mən öz elə bil oyanırdım. O səsə oyanırdım. Evdəkilər deyirdi, səndən bilsən necə səs gəlir. Mən deyirdim, mən yəqin xoruldayıram. Əslində bu xorultu deyildi. Bu sinədən gəlirdi, bax buradan gəlirdi. Elə bildim ki, içimdə bir dənə insan belə qışqırır, hayxırır da, yəni səs gəlir. Xırıltı. Mən öz səsimə uyanırdım. Mən buna əhəmiyyət verirdim. Bədən siqnal verirdi mənə. Siqnal verirdi ki, problem var. Mən əhəmiyyət vermirdim. Biz insanlar elə vəziyyətə gəlib düşürük ki, artıq pis vəziyyətə gəlib çıxırıq. Ya da sonda onda gedirik həkimə. Nəysə 2023-cü ilin təxmini noyabr ayları idi, əvvəlləri. Mən artıq təsəvvür eləyin ki, nəfəs ala bilmirəm, boğuluram. Bizə sürücü işləyirdim mən. Gecələr elə bir rayona gedib gəlirdim. Gecə saat 3-də, 4-də gedirdim şəhərə, oradan da maşını götürüb gedirdim rayona. Yük daşıyırdım da rayonlara, hamı bilir, məni tanıyanlar. Nəysə, təsəvvür ki, səhər-səhərdir də, saat 5-də, 6-da yol gedirəm. Pəncərəni açmışam özüm tərəfi. Nə qədər mən nəfəs çəkirəm, yox, doymuram nəfəsdən. Axırı bir gün dedim, gedim icazə alım. Nəysə gəldim, burada ərazi üzrə həkim var. Dedim, nəfəs ala bilmirəm. Təsəvvür ki, pilləkəni qalxa bilmədim yuxarı, zorla qalxdım. Nəysə, bir dənə də rengindən keç, bir də qandan keç. Qandan keçdim, qanda bir şey görə bilmədik. Qanı sırası verirlər axı. Sonra rengini də götürdüm. Həkimə göstərdim kağızı, mənim başım çıxmadı. Dedi ki, səndə ciddi problem var. Dedim, nə problemdir ki? Dedi, sol ağciyərin kölgədir başdan başa. Dedim, o nə deməkdir? Dedi, bu mənlik deyil. Buradakı həkim, Artyomda. Bir Allah'a da. Dedi, sən get ağciyərin üstünə. Getdim ağciyərin üstünə. Demək, oradan da bir dənə mən rengindən keçirdilər. Dedilər, sənin ciyərində maye var. Nəsə böyrümü deşdilər. Yox, birinci şprislə çəkdilər, artıq yarım litr. Elə o çəkə-çəkə ürəyim getdi orada. Elə birtəhər toparlandım, nəsə uzatdılar məni. Olduğu kimi danışıram sizə. Nəsə mən o suyu nəsə əkilməyə verdilər, neynədilər. Sonra növbəti dəfə yenə gəldim. Dedilər ki, sən yatmalısan burada. Nəysə, mən yatdım, böyrümü deşdilər, şılantı saldılar. Təsəvvür eləyin ki, özüm şoka düşdüm, oradakı həkimlər də. Təsəvvür ki, şılantı tutmaq olmur, belə fantam vurur. Bəlkə nə bilim 7 litr, 8 litr, birdən-birə maye gəldi, birdən-birə qanlı maye. Baxıram ki, ilahi bu nə deməkdir, bu necə bir şeydir. Mən bilmirəm ciyər nədir, orada maye nədir, başım çıxmır. Və bu video çoxalacaq, xahiş edirəm dinləyin. Nəysə 10 gün hardasa orada yatdım, 7-sində ora getdim. Mən ora yatızdırdılar. Təxmin yadımda qalıb. Bilmirəm ayın 20-si idi, neçəsi idi, yoxsa belə bir şey idi, ya 10 idi, bilmirəm. Hər gün məndən elə bir o müddətcə orada yatdı, şilant da bölümdə qalıbdı. Hər gün maye gəldi maye. Hər gün yarım litr maye gəlir, kəsilmir. Həkimə də deyirəm, həkim, bunun sonu necə olacaq deyə bilmirəm. Deyir, elə bir sən o tapmaq asandır. Nəysə, KT-dən keçdim, dedilər ki, ciyərin arasında böyük bir kütlə var, şiş var. Su oradan gəlir. Nəsə konsultasiya nəsə belə elədilər. Dedilər əməliyyat. Mən də başım çıxdım, dedim mən eləyək. Nəsə girdik əməliyyata, 3 saat əməliyyat oyandım, dedilər şiş götürənmədik, heç eləyənmədik. Yayılıb orada şiş, götürüləsi deyil. Balaca kəsdilər ondan götürdülər, əkilməyə verdilər. Harasa bilmirəm 10 gün, yoxsa 20 gündən sonra gəldi ki, o şimdi səndə bu mirətdən var. Mən hara getməliyəm? Minilli onkologiya mərkəzinə, bilmirəm, başım çıxmır. Nəsə getdik ora, ay Allah, girdim. Onsuz ağciyərin üstündə, adamın üstündə olub. Bəlkə də orada olanlar bilirlər, ora gedənlər. Ora getdim, gördüm, ay Allah, bu nədir? Buradan, bu nə qədər insan var burada? Bura nədir belə? Bilmirəm, onkoloji xəstəlik nədir? Mənim başım çıxmır. Nəsə ora göndərlər, bura göndərlər. Orada bir dənə həkim var, adını çəkməyəcəm. O istəmirəm. Kişi həkimdir, kişidir. Getdik onun yanına. Analizmə baxdı, tutdu əlimə də başına, dedi ki, yoldaşımla ikimiz dedi ki,
Belə xəstələr adətən sağalmır da. Yəni 90% sağalmır. 10%-dəki nə bilim sağalmıyor. Vurarıq da nə olar olar. Nəsə çıxdım gəldim evə. Dedim əşi yox heç vurmuram. Nə deyə bu? Onsuz mənə ümid yoxdur. Nəsə sonra burada bir dənə demək tanış var idi ki, orada həkim var Milli Onkologiya Mərkəzində. İlahi xanım Hacıyeva. Gedin onun yanına. Nəsə getdik onun yanına. O çox gözəl həkimdir, gülərüz həkimdir. Ya qorxma, burada nə var ki, müalicə alacaqsan belə elə. Mənə ürək dirək verdi. Biraz ürəkləndim mən. Biz başladıq. Nəsə ximiya terapiya vurmağa belə. O müddətdə mən başqa təvabətlərə də üstünlük verirdim. Yollar axtarırdım. Hər zaman yollar axtarmışam. Mən baxırdım ki, bu ximioterapiya elə bir şeydir ki, bunun sonuna gedib çıxmaq olmaz. Düzdür, mən ora pis vəziyyətdə getmişdim. Çox pis. Çox pis getmişdim. Amma mən baxırdım ki, buna sağ olsun insanlar mənim üçün pul yığdı, elədilər. Allah razı olsun. Mənim üçün pul yığan insanlardan minnətdaram. Mən də indi bacardığım qədər insanlara yardım edirəm. Demək, mən baxırdım ki də bu işin sonu yoxdur. Bu ximioterapiyanla çox getmək olmaz. Yollar axtarırdım. Çətin yağ içdim, ayistə içdim, nə bilim nə elədim. O birisi, bu birisi. Düzdür, çətin yağı ara sıra içirəm. O faydalı şeydir. Krealin içdim, ayistə içdim, yox. Onlar fayda vermədi. Amma çətin yağı ən azından faydalıdır. Demək, mən yollar axtarırdım. Mən elə bir təsadüfən bir qardaşla bilirsiniz də, özünüzü tanıyırsınız. Bu sistemlə rastlaşdım, neşi sistemi ilə. Mən baxdım ki, burada nəsə var. Bu nəsə yaxşı bir şey oxşayır. Mən bunu öyrəndim, ximioterapiyanı da vurdum vəziyyətdən çıxmağa görə, o böhrandan çıxmağa görə. Mən ximiyanın tərəfdarı deyiləm. Ağrılı, acılı prosesdir. Şua ondan da pisdir. Yandırıb kül edir adamı. Sadəcə olaraq insanın bədənində bu varsa, məndə 10 santiyə yaxın kütlə var idi. Bunu əritmək lazım idi. Bax, ximioterapiya aldım bir müddət, amma bunu öyrənirdim. Və mən bitkilər də öyrəndim. Sonra yavaş-yavaş bəzi vəziyyətlər oldu ki, bitkilər də mənə lazım oldu, analizlər lazım oldu. Bunlar hamısını öyrəndim. Neşi sistemini mükəmməl öyrəndim. Və keçdim neşi sisteminə, oradan da canımı qurtardım. Mən ölənə qədər bu sistemdən çıxmayacağım. Hər birinizə tövsiyə edirəm ki, sağlam həyat tərzine keçin. Vallahi, başqa yol yoxdur. Əgər Allahın verdiyi ömrü sağlam yaşamaq istəyirsinizsə, gözəl yaşamaq istəyirsinizsə, xoşbəxt yaşamaq istəyirsinizsə, keçin neşi sisteminə, keçin sağlam həyat tərzinə. Qidaları qarışıq yeməyin, gündə 1 saat yarım yürüyüş edin, yatmaq rejiminə riayət edin, bədəni yormayın. Bədəni yormayın. Baxın, məndə babasil xəstəliyi, babasil çıxmışdı çölə, çat var idi. Qəbizlik, ishalda olurdu, ailəm qarışırdı, böyrələrimdə daşla dolu idi. Qaraciyərim yağlanmışdı, böyümüşdü, öz işini görə bilmirdi. Baxın, görürsünüz, sonda bu maye, məndə sağ ağciyərə maye yığılırdı, sola yığılırdı, sağa yığılırdı, sola. Bədən xəstə idi. Yəni, deməyim odur ki, bunlar hamısı sağaldı, çıxdı, getdi. Sağalmayan xəstəlik yoxdur, sonradan qazandığımız bütün xəstəliklər sağalır Allahın izni ilə. Sadəcə olaraq iradənizi qoyun qabağa. Qoyun qarşısınıza bu şirniyyatdır, abur-cuburdur, ağ çörəkdir, sosislərdir, nə bilim, kalpasadır. Bunları yığışdırın həyatınızdan. Yığışdırın. Vallahi ki, bu dediyim şeylərdə insana fayda verən bir şey yoxdur zərrə qədər. Bəli, biz şəkər istəyirik, ürəyimiz istəyir yemək. Təmiz bal yiyin. Çayınız itburnu qaragülə dəmləməsi olsun. Video 9 dəqiqə artıq bitirdən, yəni az qalıb da. Vallahi ki, deyirəm ki, biz o müddət ki var, Rəbbimiz bizə bəxş eləyən qısa müddət. Biz onu sağlam yaşaya bilərik. Bizim öz əlimizdədir. Vaxt var idi, mənə aciz baxan insanlar bilirdilər ki, öləcəm. Rəbbim şahiddir ki, indi o insanlar məndən yardım dilir. Yardım dilir ki, mənə kömək elə. Siz bunu görürsünüz, belə indi üzdə görünməyən nə qədər şeylər var. Görünməyən nələr var. Çox danışmaq istəmirəm. Məndən kimlər yardım dilir? Kimlər? Təsəvvür edirsiniz. Allah bütün xəstələrə şəfa versin inşallah. Allah bizə bu dünyada və axirətdə rəhm eləsin. Hər birimizə kömək olsun. Allah.